Здравствуйте, дорогие зрители! Добро пожаловать на наш канал «Уроки русского языка». Мы с вами продолжаем наши уроки из 11 класса. И сегодня разбираем из 5 раздела, из последнего раздела 6 урок. «Эхо войны». И текст наш называется «Солдатенок». Давайте приступим, будем читать и потом сделаем общий перевод на azərbaycanski. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz kanalımıza. Sizlərlə davam edirik dərslərimizə 11-ci sinifdən və indi axırıncı bölmədən, 5-ci bölmədən 6-cı dərsimizdir. Müharibə haqqındadır. Mətnimiz də saldat, yəni əskər mövzusudur. Gəlin birinci oxuyaq. İlk rus dilində ümumi, sonra da yenə də tərcümə eləyəcəyik. Başlayaq. Первый раз он увидел отца в кино. Тогда он был малышом, лет 5. Произошло это в большой кошаре, где каждый год проводят стрижку овец. Сюда он приходил с матерью. Его мать – телефонистка почтового отделения в совхозе. Каждое лето устраивалась подсобной работницей на стригальном пункте. Тут можно было неплохо заработать. А ей, солдатской вдове, нужна была каждая лишняя копейка. Хотя семья и невелика, сама да сын. Сына оставлять дома было не с кем, и потому она брала его с собой на работу. Он первым увидел, как во двор кошары приехала кинопередвижка и стал оповещать всех об этом радостном событии. Кино приехало, кино. Фильм был про войну. Они с матерью сели на тюки шерсти позади других. Отсюда было виднее. Киноаппарат стрекотал, война шла. Мать вздыхала, порой испуганно вздрагивала и крепче прижимала его к себе, когда танк метил прямо в них. А ему было не очень страшно, наоборот, иногда даже очень весело, когда падали фашисты. Вот на экране появились артиллеристы. Их было человек 7. Один из артиллеристов не был похож на русского. Может быть, мальчик и не обратил на него внимания, если бы не мать. Она шепнула: «Смотри, это твой отец». И с этой минуты он стал его отцом. И весь фильм потом был про него, про его отца. Отец оказался совсем молодым. Вот он обернулся и крикнул кому-то вниз: «Снаряды, не задерживай!» «Мама, это мой отец?» – переспросил мальчик у матери. «Да, конечно, твой отец. Только ты не разговаривай, не мешай другим». Почему она так сказала? Зачем? Возможно, просто так, случайно, не подумала в ту минуту. Возможно, разволновалась, вспомнила мужа, а он поверил и очень обрадовался. Вот это настоящий отец. Это он и есть, его отец. А мальчишки дразнят, что у него нет отца. Пусть увидят они теперь его отца, и Чабана пусть увидят. В детской душе мальчика поднималась горячая волна сыновней, любви и нежности. Отец на экране как будто бы знал, что за ним следит сын. За свою мгновенную жизнь в кино он, казалось, хотел показать себя таким, чтобы сын вечно помнил о нем и вечно гордился им, солдатом минувшей войны. Киноаппарат стрекотал, шла война. Впереди показались немецкие танки. Они подходили все ближе и ближе. В живых остались двое, отец и еще один солдат. Вот снаряд упал около пушки, взрыв. Из земли поднимается теперь только один. Это его отец. Он снова кидается к орудию, сам заряжает, сам наводит. Это последний выстрел, снова взрыв. Пушку отца отбросило в сторону, но сам он еще жив. Он медленно встает с гранатой в руке. Забрав в себе последние силы, замахивается гранатой и замирает на секунду в этой позе с искаженным от ненависти и боли лицом. Мальчик хотел вырваться и броситься к отцу, но раздалась длинная пулеметная очередь, и отец упал, как срубленное дерево. Он покатился по земле, пытался встать и снова упал на спину, широко раскинув руки. Киноаппарат смолк, война оборвалась. Это был конец части. Киномеханик включил свет, чтобы перезарядить ленту. И в этот момент мальчик скатился с тюков шерсти с ликующим криком:
Ребята, это мой отец. Вы видели? Это моего отца убили. Никто ничего не понимал. Все растерянно молчали и пожимали плечами. И только соседский мальчишка первым решился сказать ему правду. Что ты кричишь? Это не твой отец, а артист. Нет, мой отец, мой. Не успокаивался солдатенок. Он шел с гранатой на танк. Ты разве не видел? Он упал вот так. Мальчик бросился на землю, покатился, показывая, как упал его отец. И сделал это в точности, как было. Зрители невольно рассмеялись, а он лежал, как убитый, и не смеялся. Мать со слезами на глазах подошла к сыну и подняла его с земли. «Пойдем, сынок, пойдем. Это был твой отец», – тихо сказала она, увела его из кошары. И только теперь, впервые в жизни, мальчик познал горечь утраты. Ему стало горестно за убитого в бою отца. Мальчику вдруг захотелось обнять мать и заплакать, и чтобы она плакала вместе с ним. Но она молчала, и он молчал, сжав кулаки и глотая слезы. Он не знал, что с этого часа в нем начал жить отец, давно pogibşий на войне. Bugünkü hikayemiz de biraz kederli hikayedir. Gəlin baxaq sözlərə. Словарь. Кошара. Помещение для содержания овец, скота. Вдова. Женщина, у которой умер муж. Оповещать. Сообщать. Тюк. Большая связка чего-либо. Возможно, может быть. Стрекотать. Трещать. Минувший, прошедший, прошлый. Порой, иногда. Искаженный, измененный. Смолкнуть, замолчать. Ликующий, радостный, торжествующий, познать, испытать, пережить, горечь утраты, боль потери близкого человека. Gəlin indi ümumi tərcümə eləyək. Birinci dəfədir ki, o atasını kinoda görürdü. Onda o hələm uşaq idi, 5 yaşında. Bu olmuşdu böyük bir, Kaşarada harda demək, qoyunları saxlayırlar, oran deyirlər ki, hamısı, hər kəs gətirirdi burada öz qoyununu kəsməyə. Kəsməyə, yəni bir başını kəsməyə yox, strişka, yəni saç falan, yəni də onların yununu, tüklərini insanda deyirik, onlarda da yun deyirik, bax, onlarını kəsməyə. Burada o anası ilə gəlmişdi bura. Onun anası telefonçuydu, poçta, savxozda və hər yay o burada işləməyə düzəlirdi. Çünki burada yaxşı nəsə qazanmaq olardı. Buna isə əskər xanıma, hansın ki yoldaşı ölüb, vdava qadının əgər əri ölübsə, ona elə deyirlər, vdava, dul qadın. Demək, əskər dul qadına hər artıq qəpik də lazım olurdu. Halbuki ailə çox da böyük deyil idi, sadəcə özü idi və oğlu idi. Oğlunu evdə heç kimlə qoya bilmirdi, ona görə onu həmişə işə özü ilə götürürdü. O birinci dəfə gördü ki, nə vaxt ki, bura kino gətirdilər və bunu başladı hamıya sevincli vəziyyətdə xəbər eləməyə. Kino gəlib. Kino isə, film isə müharibə haqqında idi. Onlar anası ilə oturdular ən arxada. Oradan yaxşı görsənirdi, yaxşı görünürdü. Və kinoaparat başladı işləməyə. Müharibə gedirdi. Ana belə nəfəs alırdı dərindən. Arada qorxaraq belə titrəyirdi və yaxud da dik atılırdı və oğlun daha da özünə bərk eləyirdi, sıxırdı. Haçan ki tank onların üstünə belə düz göstərirdi. Ona isə, oğluna isə heç qorxulu deyildi. Əksinə, bəzən hətta o demək, ona şən idi, nə vaxt ki faşistlər ölürdü. Bu ekranda birdən artilleristlər göstərildi. Onlar 7 nəfər idi. Onlardan biri heç Rusa oxşamırdı. Oğlan ona heç fikir verməmişdi, əgər anası olmasaydı. Anası ona qulağına dedi, bax, bu sənin atandır. Bu dəqiqədən o onun atası oldu. Və bütün film onun haqqındaydı, onun atası haqqındaydı. Atası çox cavan imiş. Və o çevrildi və qışqırdı kibəsə aşağıdan. Snaryadlər, gecikməyin. Ana, bu mənim atamdır. Oğlan bir də soruşdu anadan. Hə, əlbəttə sənin atandır. Amma sən danışma, heç kimə mane olma. O niyə elə dedi? Nə üçün elə dedi? Bəlkə o elə belə fikirləşmədi heç bu haqda. Bəlkə o həyəcanlandı, öz həyat yoldaşını yadına saldı. O isə inandı və çox sevindi. Bax, bu əsl atadır. Bu ata var, onun atasıdır. Və oğlanlar ona lağ eləyirdilər ki, onun atası yoxdur. Qoy görsünlər ki,
İndi onun atası budur və demək bu uşağın qəlbində, oğlanın qəlbində belə bir ata oğul sevgisi yarandı və belə nəzakətli, nəvazişi yarandı. Atası onu ekranda göstərirdilər, hansın ki bilmirdi ki oğlu ona baxır. Bütün ömür boyu kinodaydı o. Yəni bütün anlıq həyatında kinoda o özünü elə göstərmək istəyirdi ki, onun oğlu daim onu belə yadda saxlasın və həmişə ondan qürur duysun ki, keçmiş müharibənin əskəri idi o. Kinoaparat gedirdi və müharibə gedirdi. Birinci qabaqda Alman tankları görsəndilər. Onlar yaxınlaşırdılar, daha da yaxın olurdular. Demək, həyatda isə cəmi ikisi qalmışdı, sağ qalmışdı. Atası və bir dənə də əskər. Demək, burada bir dənə demək, snayad düşdü topdan. Top yəni oyuncaq top yox, müharibədəki olan top. Və bir dənə partlayış oldu. İndi bir dənə nəfər qaldı, o da onun atası idi, sağ. O yenə qaçdı, demək, tüfəngin yanına, başladı onu düzəltməyə. Bu onun axırıncı atışı idi. Yenə demək, partlayış oldu. Onun əlindəki demək topuydu, ya nə idi, onu atdılar, atıldı qırağa, amma o hələ də özü sağ idi. O yavaş-yavaş gedirdi, əlində də şey var idi, qranat var idi. Öz axırıncı güclərini yığıb, o qranatı ilə belə atmaq istəyirdi və saniyəlik durdu. Bu momentdə belə üzündə də belə nifrət var idi, ağrı var idi üzündə. Oğlan istəyirdi ki, qaçsın və atasının yanına, amma bir dənə də demək, bir də görürdü ki, atası yıxıldı, necə ki, kəsilmiş ağac kimi və o yerdə fırlandı. Yenə də durmağa çalışırdı, amma bel üstə yıxıldı, öz əllərini belə açıq vəziyyətdə. Kinoaparat susdu, müharibə dayandı. Bu hissənin axırıncı yeri idi, axırıncı hissəsi idi, sonu idi. Kinomexanik işıqları yandırdı ki, lentanı yenə belə deyək ki, zaryadkaya o zaryad eləsin və bu anda oğlan düşdü, qaçdı və sevinə-sevinə qışqırdı ki, o uşaqlar, bu mənim atamdır, siz gördünüz, onu mənim atamı öldürdülər. Heç kim heç nəyə başa düşmürdü. Hamı belə başa düşülməyən, belə susqun vəziyyətdə belə çiyinlərini belə-belə eləyirdilər, başa düşmürdülər. Ancaq bir dənə qonşu oğlan birincisi qərar verdi deməyə ki, ona düzgünlüyünü ki, sən nə qışqırırsan, bu sən atan deyil, bu artistdir. Yox, bu mənim atamdır. O sakitləşmirdi bu balaca əskər. O gedirdi əlində qranatla tankın üstünə. Sən görmədin, o belə yıxıldı. Və oğlan başladı göstərməyə, necə ki, atası yıxılmışdı. Eyni cür başladı necə o yıxılmışdı göstərməyə və bunu eyni eləyəndə bütün tamaşaçılar güldülər. Və o uzanmışdı belə ölü kimi və heç gülmürdü. Anası gözlərində göz yaşları ilə gəldi uşağın yanına, oğlun yanına, onu qaldırdı yerdən. Gedək oğlum, gedək, bu sənin atan idi. Sakitcə o dedi və onu götürüb buradan apardı. İndi ancaq o həyatında ilk dəfədir gördü ki, kimisi itirmək nə deməkdir. Onun çox belə pis idi, atası ölmüş idi. Müharibədə oğlan birdən istəyirdi ki, anasını qucaqlasın və ağlasın və o da ondan bir yerdə ağlasın. Amma o susurdu və o susurdu. Öz əllərini belə yumruğa sıxaraq və öz göz yaşlarını udaraq. O bilmirdi ki, bundan sonra onun həyatında atası başladı yaşamağa. Hansı ki, müharibədə ölmüş idi. Aha, bu mətn idi. Sözlər. Kaşara bu hardakı qoyunları gətirirlər, saxlayırlar. Vdava dul qadındır. Apavishat xəbər etməkdir. Tüq nəsə belə bir toplumdur. Bir şey, nələrinsə belə yığıb bağlayan da olur. Tüq возможно ola bilər. Strikatать, trişat belə çatlamaq mənasında. Minuvşi keçmiş, paroy bəzən, iskajonni dəyişdirilmiş, smalknut susmaq, likuющий sevincli, poznать bilmək nə isə həyatdan yaşayıb keçirtmək, goriç utraty, demək, yaxın insanın demək, itirmə ağrısı. Bax, belədir.
Теперь задание. Задание первое. Прочитайте рассказ киргизского писателя Чингиза Айтматова, определите основную мысль произведения. Burada deyir ki, oxuyun və əsas məqsədini deyin. Bu əsərin Çingiz Aytmatov yazıb bunu və bunun əsas demək məqsədini deyin. Əsas hissəsini deyin, əsas fikrini deyin. Burada kim nə düşünürsə onu deyə bilər. Qısaca mən bunu videonun təsvir bölməsində də yazacağım ki, kiməsə çətin olsa. Задание 2. Составьте план рассказа «Солдатенок». Burada 2-də deyir ki, bu əskər demək nağılın planını tərtib edin. Burada demir yazılı formada, şifahi formada, sadəcə planını tərtib edin. Burada da siz plan tərtib edirsiniz. Birincisi ana haqqında ki, ana harda işləyir ki, yəni bunlar hardadılar. Birinci onu. Sonra kino haqqında ki, kino gəldi. Sonra artilleristlər orada. Sonra ananın uşağa deməsi ki, bu sənin atandır. Sonra atanın ölümü, sonra uşağın qışqırmağı ki, bu atamdır və son olaraq bax belə ümumi plan belə yazmaq da lazım deyil. Bunu şifahi deyə bilərsiniz. Düşünürəm ki, bu çox da çətin deyil. Nəsə sualınız olsa yazarsınız. Задание 3. Образуйте сравнительную степень выделенных в тексте слов и напишите их. Найдите в тексте слова в сравнительной степени. Burada deyir ki, qara ilə olan sözlərə müqayisə formasında yazın. Bunu yazmaq lazımdır. Və sonra başqaları varsa mətndə tapın. Burada qara ilə görmüşdüm mən. Medlenna olacaq medlenniye. Yəni medlenniye. O gedir, onun əvəzinə ye gəlir. Şiroko olacaq şiri. Şiri. Tixo olacaq tişi. Yəni burada 3 dənə cəmi sözdür. Onları yazacaqsınız və əlavə də tapsaz onları da yazmaq lazımdır. Mən indi videonu dayandırım. Baxım, görüm tapsam sizə deyəcəm. Demək burada vidneye, krepçe. Bax buradan 2 söz. Burada bliже sözü var. Bu qədər. Daim müqayisə formada orada yox idi. Sözlər əsas onları idi və qarandan olanları da dedik. Keçək следующее задание. Спешите, употребив нужный глагол из скобок. Burada düzgün feili seçib yazmalıyıq. Demək, первое предложение. Samira выучила стихотворение за полчаса. Deyir, yarım saata artıq nə oldu? Öyrəndi. Bitmiş formadır bu. Samira выучила. Sestra убирала свою комнату все утро. Baxın, burada все утро söz var. Bütün səhər. Demək, davam eləyir bu proses bütün səhər. Ona görə убирала. Отец читал. Burada da davam eləyir. Jurnal polçasa. Deyir, yarım saatda ata jurnalı oxuyurdu. Yəni bu davam eləyirdi. Ona görə читал. Arif готовился к докладу по истории неделю. Deyir, həftə ərzində ona hazırlaşırdı. Burada da davam eləyirdi. Hazırlaşdı, bitdi, yox. Sestra приготовила пирог за 1,5 часа. Deyir, 90 dəqiqə bişirdi. Yəni bişirdi, qutardı. Demədi ki, yarım 90 dəqiqə bişirirdi. Dedi, yarım saat 90 dəqiqə bişirdi. Bax, burada za sözü var. Za artıq bitmişlik mənasını bizə verir. Necə bu birincidə, eyni də burada. Ona görə приготовила. Врач осматривал больного 20 minut. 20 dəqiqədə həkim baxırdı xəstəyə. Осматривал. Burada da davam edir. Учитель проверял тетради учеников 1,5 часа. Burada da demir ki, oldu, bitdi. Yəni 90 dəqiqə bu bunu yoxlayırdı. Новый концертный зал построили за год. Bax, за год уже bir ilə oldu, bitdi. Tikdilər, qutardılar. Ona görə построили. Вчера весь вечер мы смотрели по телевизору праздничную программу. Весь вечер, bütün axşam. Demək, davam edir. Ona görə смотрели. Ты за какое время прочитал эту книгу? Deyir, sən hansı vaxtda bu kitabı oxudun, qutardın? Ona görə burada прочитал deyirik. Вставьте вместо точек глагол написать или описать в нужной форме. Объясните свой выбор. Deyir, boşluqlara написать, yazmaq, описать isə təsvir eləməkdir. Baxmayın ki, kökləri eynidir. Qabaqdakı olan sufiksini dəyişəndə, pristavka deyirik biz ona rus dilində, söz önlüyü. Onda sözün mənası da dəyişir. Написать yazmaqdır. Nə isə yazmaq, описать isə təsvir eləməkdir. Demək, baxaq. Мой друг написал интересный рассказ о животных. Demək, nağılı neynirlər? Nağılı yazırlar, təsvir eləmirlər. Значит, написал. Burada keçmiş zamanda eləyirik və oğlandı deyə l ilə bitirik. Написал интересный рассказ о животных. В своем очерке Горький
описал жизнь rабочих neftepromıslov Baku. Burada isə deyir öz əsərində, öz yazılarında o nə elədi? Təsvir elədi həyatını Bakıdakı yaşayan işçilərinin. Ona görə burada описал olacaq. Школьники написали. İnşanı nə edirik biz? Yazırıq. Написали сочинение о своей поездке в Шике. К следующему занятию мне нужно написать доклад. Доклады nə edirik? Yenə yazırıq. Написать доклад о творчестве Пушкина. Известный путешественник описал древний азербайджанский город, его архитектурные памятники. Səyyah nə elədi? Şəhəri təsvir eləyə bilər. Ona görə описал. Музыку к своей опере «Пиковая дама» Чайковский написал за очень короткое время. Musiqini də nə edirlər? Yazırlar. Вернувшись из поездки по Кавказу, журналист написал очерк о кавказских заповедниках. Очерк, yəni yaddaşda qalan nəyisə nə edirik? Yazırıq. Детские писатели написали для детей много интересных, увлекательных книг. Kitabı nə edirik? Yazırıq. Нам дали задание описать одну из достопримечательностей города. Burada tapşırıq veriblər nə etməyə? Şəhəri təsvir etməyə. Burada da описать. Нам дали задание описать. Подготовьте презентацию на тему победы азербайджанского народа в 44-дневной войне. Burada deyir ki, təqdimat hazırlayın, prezentasiya hazırlayın ki, 44 günlük müharibədə Azərbaycan xalqının qələbəsi haqqında bu siz özünüz prezentasiya hazırlayacaqsınız. Задание 7. Прочитайте стихотворение известного русского поэта. Расскажите о тех чувствах, которые оно вызвало. Ballada o materi. Так, bu şeiri oxuyuruq və sizdə hansı hisslər oyadır, siz onu danışırsınız. Постарела мать за 30 лет. За 30 лет. Постарела мать за 30 лет. А вестей от сына нет и нет. Но оно все продолжает ждать, потому что верит, потому что мать. И на что надеется она? Много лет, как кончилась война. Много лет, как все пришли назад, кроме мертвых, что в земле лежат. Сколько их в то дальнее село, мальчиков безусых не пришло. Раз в село прислали по весне фильм документальный о войне. Все пришли в кино, и стар, и мал, кто позвал войну и кто не знал. Перед горькой памятью людской разлилась ненависть рекой. Трудно было это вспоминать. Вдруг с экрана сын взглянул на мать. Мать узнала сына в тот же миг, и пронесся материнский крик. «Сынок!» Словно сын ее услышать мог. Он рванулся из траншеи в бой, встала мать прикрыть его собой. Все боялась, вдруг он упадет, но сквозь годы мчался сын вперед. Кадр сменился, сын остался жить. Просит мать о сыне повторить. И опять в атаку он бежит. Жив-здоров, не ранен, не убит. Дома все ей чудилось кино. Все ждала, вот-вот сейчас в окно. Посреди тревожной тишины постучится сын ее с войны. Sözlər: безусый, молодой, и стар, и мал, и старые, и молодые, познать, узнать, чудиться, вспоминаться. Oy, bu da çox kədərli bir şeirdir. Burada nələr deyilir? Deyir ki, ana 30 ilə artıq qocalıbdır, oğlundan xəbər yoxdur. O davam edir gözləməyə, çünki inanır, çünki anadır. Nəyə o güvənir, nəyə ümid eləyir? Neçə ildir ki, artıq müharibə qutarıb, neçə ildir hamı geri qayıdıb, ancaq ölülərdən başqa hansı ki yerdə uzanıblar. Və neçəsi gəlmədi, cavan oğlanlar, cavan uşaqlar gəlmədi. Bir dəfə haçansa yazda kino göndərmişlər kəndə, müharibə haqqında. Hamı gəldi, qocalar da, cavanlar da, kim müharibəni bilirdi, kim bilmirdi və insanların qabağında hamıda nifrət var idi. Və çox çətin idi buna hamısını, hər şeyi yada salmaq. Birdən ekrandan oğlu baxdı anasına, ana tutdu, tanıdı ki, bu onun oğludur və qışqırdı, ana qışqırdı, oğlum. Elə bir ki, o onu eşidəcəkdi. O gedirdi müharibəyə, yəni döyüşə gedirdi. Ana durdu ki, onu bağlasın, onu qorusun. Qorxurdu ki, o indi yıxılacaq. Amma oğlu elə gedirdi, bir qabağa gedirdi. Kadrı dəyişdirdilər. Oğlan, hələ ki, oğlu yaşayırdı. Ana xahiş eləyirdi ki, təkrar eləsinlər.
Yenə də oğlu gedirdi döyüşə. Hələ ki sağ idi, ölməmişdi, yaralı deyil idi. Evdə elə bilirdi ki, elə ana kinodur hər şey. Elə gözləyirdi ki, indi bir dəqiqə pəncərəyə bu sakitçiliyin içində oğlu döyəcək pəncərəni. Bəli, belə bir qəmgin şeirdir. Tak, Bizusi burada cavan deyirlər, starmal qocalar, cavanlar, poznать bilmək, tanımaq, чудиться yada düşmək mənasında. Hansı hisslər doğurur bu şeir sizdə? Siz də o haqqında deyə bilərsiniz. Ən çox грусть, yəni kədər hissidir. Ən çox, ən böyük kədər hissidir. Belə. Задание 8. Прочитайте четверостишие, как оно перекликается с балладой матери Дементьева. Так, bu da 4 misralı bir şeirdir. Первые пули на войне любой поражают сердце материнское. Кто б не выиграл последний бой, а страдает сердце материнское. Burada deyir ki, birinci müharibədə güllə ilə ananın ürəyindən vururlar. Kim udsa da, nə olsa da axırıncı müharibədə, döyüşdə ancaq ana ürəyi demək əziyyət çəkir. Belə. Задание 9. Спешите, вставив вместо точек союз что или чтобы. Yəni biz boşluqlara что və yaxud da чтобы qoyacağıq. Что bu ki mənasında verir? Что isə əsasən necə olur что bu? Əgər bir hərəkəti, bir cümlədə iki hərəkət var, bir hərəkətini bir insan eləyir, digər hərəkətini digər insan eləyirsə, onda что olur. Yəni birinci hissədə olan hərəkət bizim mübtədamız deyir ki, başqaları bunu eləsinlər, onda bizdə что olur. İndi baxın. Женщины всего мира не хотят, чтобы их дети умирали на войне. Deyir, qadınlar bütün dünyada istəmirlər ki, onların uşaqları ölsünlər müharibədə. Demir, qadınlar nə istəmirlər ki, başqaları başqa hərəkəti eləməsinlər, yəni ölməsinlər. Ona görə burada чтобы istifadə edirik. Мы узнали, что в Центральной библиотеке есть книги на многих языках мира. Burada sadəcə öyrəndik ki, kitabxanada bu kitablar var. Vəssalam, bir hərəkətdir. Всем людям надо бороться за то, чтобы не было войны. Bütün insanlar çalışmalıdır ki, nə olmasın, müharibə olmasın. Bunlar çalışırlar, amma müharibə olmur. Bu başqa hərəkət eləyir. Bir şey eləyir ki, başqa adam başqa hərəkəti eləməsin. В Телеграме родители сообщали, что они приедут в конце месяца. Burada iki dənə feildir, amma ikisi də bir insana aiddir ki, valideynlər xəbər elədilər ki, onlar gələcəklər ayın axırı. İki hərəkət ikisi də bir insana aiddir. Fərqli şeylərə aid deyil. Bir də var ki, bir insan bir hərəkəti eləyir ki, başqa insan da başqa hərəkəti eləsin. Onda artıq чтобы olur. Ему хотелось, чтобы друзья не забывали о нем. Bax, o istəyirdi ki, dostları onu unutmasın. Ona görə burada bir insan başqa şey istəyir, obslar da o şeyi eləməsinlər, unutmasınlar. Burada ona görə чтобы. Мы pопросили преподавателя химии, чтобы он еще раз объяснил нам эту temu. Biz müəllimdən xahiş elədik. O neynəsin, o izah eləsin. Görürsünüz, fərqli insan fərqli şey istədi, başqa insan da başqa şey eləsin. Ona görə burada da чтобы olacaq. Надо стремиться к тому, чтобы каждый день узнавать новое. Скажите Ильхану, чтобы он обязательно сдал книги в библиотеку. Ребята убедились в том, что не смогут провести опыт без помощи учителя. Экскурсовод попросил посетителя музея, чтобы они перешли в следующий зал. Axırını tərcümə eləmədim, sadəcə sözləri dedim. Siz artıq ümidvaram ki, məqsədi, məntiqini buranın başa düşdünüz bu mövzunun. Yəni, bunu keçilmişdi. 10-cu ya 9-cu siniflərdə təkrar oldu burada mövzu. Задание 10. Употребите вместо точек глагол и скобок в нужной форме. Объясните свой выбор. İndi biz burada, buradakı yəni feillərdən birini düzgün seçib, düzgün istifadə eləyəcəyik. Demək, посетители музея долго рассматривали картину Карла Брюллова «Последний день Помпей». Реставраторы долго осматривали картину, которая пострадала во время войны. Burada başa salım ki, sizə niyə birində рассматривала, birində осматривала. Рассматривала, mən sadəcə məsəl üçün muzeydəyəm, burada deyək ki, muzeydə də gedirəm və bütün bir belə şəkillərə belə baxa-baxa gedirəm. Bir hamısından baxa-baxa gedirəm. Və yaxud da qabağımda kitablar var, şəkillər var, fotolar var, nəsə var. Bunların hamısına belə bir baxıram. Onda olur рассматривать. Burada isə deyir restavrator, yəni kim ki bərpa eləyir də şəkili, özdə konkret bir şəkildən söhbət gedir. Onun hər tərəfinə baxırdılar. Bir var, bir şəkilə mən baxıram. Necə ki, həkim bir xəstəni baxır,
baxış keçirdir. Bax, burada da baxış keçirdir. Bir konkret şeyin üzərində baxış keçirtmək. Onda olacaq осматривать. Amma belə çoxlu şeylər falan var. Və yaxud da ki, mən burada bu şəklin üzərində heç bir şey eləməyəcəm. Sadəcə bir şəkildir, mən ona elə belə baxıram. Yəni sadəcə elə ümumi belə baxıram. Onda olacaq рассматривать. Я люблю demək birinci də oldu bizdə рассматривали, ikinci də oldu осматривали. Burada tam belə gözdən baxış keçirdirdik ona görə, burada isə ümumi belə baxırdıq. İndi ikinciyə baxaq. Я люблю старые фотографии вспоминать те, кто... burada da я люблю рассматривать старые фотографии, вспоминать те, кто изображен на них. Burada elə belə şəkillərə baxmağı xoşlayıram. Vəssalam. Гости Баку весь день осматривали достопримечательности города. Burada isə уже artıq şəhərin gözəl yerlərinə baxış keçirdilər, gözdən keçirdirdilər. Ona görə burada осматривали. Мне всегда хотелось побывать в Большом театре и посмотреть балет «Лебединое озеро». Mən demək, baletə baxmaq istəyirdim. Sadəcə посмотреть. Мы отправились в центр города, чтобы осмотреть выставку новейшей электронной техники. Уже burada texnikanı gözdən baxışdan keçirtmək idi. Ona görə осмотреть olur ikincisi. Пассажиры поезда посмотрели в окно, увидели прекрасную панораму. В толпе участников соревнования мы рассматривали нашего одноклассника. Нет, мы посмотрели... Bəli, düz oldu. Birincisində пассажиры поезда посмотрели в окно. Соревнования мы рассмотрели нашего одноклассника. Рассмотрели, yəni baxdıq və onu gördük orada. Bu düz oldu. Все, bu qədər. Yəni ümid edirəm bu da aydındır. Задание 11. Ставьте вместо точек подходящие по смыслу глаголы и скобок в нужной форме. Объясните свой выбор. Yəni düzgün fiili seçib istifadə etməliyik. Значит, солнце поднялось. Burada сянан olanı götürürük. Солнце поднялось высоко и грело землю своими лучами. Мужчина поднял, bu уже birinci olacaq, поднял руку, чтобы остановить машину. Мы вошли в здание и поднялись на 5-й этаж. Burada da поднялись. Спортсмен удивил всех прекрасным результатом. Тренер удивился быстрой реакции вратаря. Такой ответ ученика удивил учителя. Burada ikisində də удивил idi, bir dənə burada удивился idi. Выполните задание по образцу. Burada deyir, образец nümunəmiz var. Ona uyğun sizdə bu 8 dənə tapşırığı yerinə yetirin. Образец nədir? Эти фотографии сделал мой старший брат. Эти фотографии сделаны моим старшим братом. Экзотические деревья посадили в городском парке 5 лет назад. Экзотические деревья посажены в городском парке 5 лет назад. Demək, biz burada feili demək, götürürük, eləyirik feili sifət. Gəlin, indi biz də eləyək. Эту картину нарисовал известный художник. Эта картина нарисована известным художником. Роман Толстого «Война и мир» перевели на азербайджанский язык. Роман Толстого «Война и мир» переведена на азербайджанский язык. Учебник русского языка написали для иностранцев. Учебник русского языка написано для иностранцев. В Музее искусств организовали выставку картин современных художников. В Музее искусств организована выставка картин современных художников. В нашем городе недавно построили летний кинотеатр. В нашем городе недавно построен летний кинотеатр. Недавно построен, üzülürsən, кинотеатр кişi cinsdə, построен летний кинотеатр. Трагедию «Гамлет» написал английский драматург Шекспир. Трагедия «Гамлет» написана английским драматургом Шекспиром. Этот альбом с репродукциями подарила мне одноклассница. Этот альбом с репродукциями подарена мне одноклассницей. Мой брат собрал коллекцию марок. Моим братом собрана коллекция марок. Belə.
Ve последнее задание, подготовьте презентацию тема войны в azərbaycanской literatüre. Burada yenə deyir təqdimat hazırlayın, prezentasiya hazırlayın ki, mövzuda Azərbaycan demək ədəbiyyatında müharibə mövzusu haqqında hazırlayacaqsınız. Это интересно знать. Произведения Чингиза Айтматова переведены более чем на 100 языков мира. Многие из них были экранизированы. По мотивам произведений писателя поставлены драматические спектакли и балеты. Всемирную славу Чингизу Айтматову принесла повесть «Джамиля», которая была написана на киргизском языке, но впервые увидела в свет в 1957 году на французском языке в переводе знаменитого французского поэта Луи Арагона. Писателя выдвигали на соискание Нобелевской премии. Инициатором этого выступило правительство Турции. Эксперты этой страны считали Чингиза Айтматова крупнейшим тюркоязычным писателем современности. Demək, burada Çingiz Aytmatov haqqındadır ki, onun əsərləri 100 dildən çox, dünyadakı 100 dildən çox dillərə tərcümə olunubdur, onlardan çoxu ekranlaşdırılıbdır. Onun əsərlərin motivlərinə görə müxtəlif tamaşalar, baletlər qoyulubdur. Onu bütün dünya tanıdı, Çingiz Aytmatovu, onun əsəri Cəmilə, hansı ki Kirgiz dilində yazılmışdı, amma birinci dəfə həyata 1957-ci ildə çıxmışdı fransız dilində. Tərcümədə fransız tanınmış demək yazıcısı Lou Aragon tərəfindən və demək yazıcı həmçinin də deyirlər ki, Nobel premiya versinlər. Bunun əsas istək göstərən buna Tursiya idi, Türkiyə idi, onun dövləti idi. Ekspertlər hesab edirlər ki, bu ölkədə, Türkiyədəki Çingiz Aytmatov çox böyük türk dilli demək yazıcıdır. Müasirin çox böyük türk dilli yazıcısıdır. Bu qədər. Bu dərsimiz bu qədər oldu. Yəni çox uzun oldu 11-ci sinif. Son deyəsən 3 dərsimiz qalıb, 7, 8, 9-cu dərslər qalıb. İnşallah onu da bu həftə ərzində çəkib bitirək və sonra 2-ci sinif yeni versiyaya keçid eləyək. Ümidvaram sizin üçün faydalı idi. Nəsə öyrənə bildiniz, nəsə anlaya bildiniz. Suallarınız olsa mütləq yazın, soruşun. Sağ olun, gələn dərs görüşərik. До свидания всем студентам. Желаю всем удачи. Если будут какие-то вопросы, пожалуйста, пишите, спрашивайте. Увидимся с вами на следующем уроке. Всем до свидания, всем пока.